Belarus Film Kinostudiyası. Georgi Burkov, Ralan Bykov, Yelena Sanayeva, Ivan Ryzhov, Yelena Kozlitina, Amnistiya satirik kinokomediyasında. Senaryo müəllifi Nikolay Matukovskiy, quruluşçu rejissor Valeri Ponomaryov, baş operator Anastasiya Sukhanova, quruluşçu rəssam Alim Matveychuk, bəstəkar Yevgeniy Glebov, səs operatoru Vladimir Suxadolov. Rollarda Taratuta Viktor İliçov, Guselnikova Tatyana Ukharova, Xatençik Leonid Kryuk, Molchan Tamara Mujenko, Yagodka Galina Arlova, milis rəisi Nikolay Yeryomenko, starşina Valeri Filatov. Filmdə Nikitin, Mikhalkova, Qaryaçi, Lazaridi, Turova, Vladimirski və başqaları çəkilmişlər. Rejissor Yanitskaya, operator Leibman, geyim üzrə rəssam Tereşenko. Cəfər Cabbarlı adına Azərbaycan Film Kinostudiyasında 1982-ci ildə dublaj olunmuşdur. Dublajın rejissoru Ulduz Hacıyev, səs operatoru Ağaçsen Kərimov, tərcümə edəni Baləmi Həsənov, redaktoru Qismət Babayevdir. Dublajda kinostudiyanın və Bakı teatrlarının aktyorları iştirak edirlər. Yakov Fomiç, ne olur? Mavinim gelsin bura. Bu dakika. Yubanmadan. Aydındı. Ne olub Yakov Fomiç? Biz orada Çeburashka meselesini müzakere edirik. Çeburashka gözləyər. Əyləşin. Bəd xəbər var? Bəd xəbər. Fəlakət. Yoxsa nazirlik təzə modellərimizi təsdiq eləməyib? Nə modelbazlıq canım, nə danışırsan deyirəm, fəlakətdir. Fabrikimizin altına geç partlayan mina qoyublar. Mina? Vətəndaş Salaveçik, qalxın. Salaveçik. Çıxın bayra. Bu da sizin minanız, hörmətli Rəqniyə İvanovna. Əla güruldadır. Hər şey məhv oldu. Tərifnamələr, diplom, keçici bayraq. Mənim şəxsi pensiyamda. Bax tapdı da alçaq. 3 aydan sonra fabrikin yübleyidir. 50 illiyi. Salam Mikhail Stepanich. Bəli, bəli, bilirik. Bəli, böyük bir abırçılıqdır. Əlbəttə, tədbir görərik. Mütləq. Bəli, tədbir görərik. Bəli. Artıq orada da bilirlər. Maraqlanırlar, sual verirlər. İndi neyi niyək, hə? Heyf, vətəndaş Salaveçik. Elə mən də hepsilənirəm, iş doldu da. Heyf ki, mənim səlahiyyətim çatmır. Səlahiyyətiniz də oradan da azdır. İxtiyarım olsaydı mən bilirsən nə elərdim Salaveçik? Yəqin ki, başımı tumarlamazdınız. Şalvarını çıxarıb, meydançıda cəmaatın qabağında səni şallaqlayardım.
Sonra da televizorda göstererdim ki hamı görsün. Göstermek lazım. Onda mən səni Soloveyçik hər tərəfli göstərərdim. Əyani və Sait kimi. Kılavuz kimi. Bax səni basarıq dama, heç kəs də bilməz. Təkcə qəzetdə balaca bir yazı çıxar, məhkəmə salonundan. Bunun da sənə təsir olmayacaq. Gazete əlbəttə boş şeydir. Amma mavi ekrana hamı baxır. Yakov Fomiç, Eşidirəm. bəs Soloveçki nə vaxt mühakimə eləyəcəklər? Bunun nə fərqi var? Bir ildən sonra, yoxsa bir həftədən sonra bununla nə dəyişə bilər? Hər şey, Yakov Fomiç. Məhkəmə maşını işə düşərsə onu heç cürə saxlamaq olmaz. Yox, əgər işləməzsə, onda ümid yeri qalar. Elə eləmək lazımdır ki, Soloveçki mühakimə etməsinlər. Necə? Mühakimə etməsinlər? O ki tutulub, həbsdədir. Artıq tutulub. Tutulub, amma hələ mühakimə etməyiblər. Demək onu təcili oradan çıxarmaq lazımdır. Özü də nə qədər tez çıxsa, o qədər yaxşıdır. Bura baxın. Siz məni nəyə vadar eləmək istəyirsiniz? Yakov Fomiç, əzizim, xeyirxalq bir iş üçün fabrikamızın adına ləkə dəyməsin deyə təcili milis şöbəsinə xahişnamə aparıb Soloveçki zaminə götürmək lazımdır. Mən bunu eləməyəcəm. Yox, mən xahişə getməyəcəyim. Aman Allah, Yakov Fomiç, kim deyir ki siz xahişə gedəsiz axı? Cəmaat özü xahiş eləyəcək. Cəmaat? Bu quldurdan ötürü cəmaat xahiş eləyəcək? Gərək cəmaatı hazırlayaq, təşkil eləyək, inandıraq. Cəmaat mənim boynuma. Bilirsiniz nə var Ragneta İvanovna? Onda biz milis şöbəsinə Soloveçik üçün xasiyyətnamə də göndərməliyik. Nə olsun, onu da göndərərik. Məsələ burasındadır ki, ona layiq xasiyyətnamə yazsaq, necə deyərlər, ömürlük həbsxanada qalmalıdır. Onda eləsini yazmaq lazımdır ki, buraxsınlar. Yəni yalan yazaq. İvan Petroviç çox sadəlövh adamsınız. Bu sadəcə kağızdır, kağızdır. Bu adi kağız deyil Ragneta İvanovna, bu sənəddir. Orada həqiqəti yazmaq lazımdır. Məni düzgün başa düşün Ragneta İvanovna. Bəli, bu yalandır. Ancaq xeyirxalq üçün yazılan yalan müqəddəs yalandır. Burası elədir. Axı bu müqəddəs yalana kimsə qol çəkməlidir. Mənimsə cibimdə partiya bileti var. Onu da deyim ki, İvan Petroviç, kollektivdə tərbiyə işinə birinci növbədə cavabdeh elə siz. Yeri gəlmişkən, elə götürək bu rəssam qızı. Bir onun geyiminə, paltarına fikir vermişsiniz. Elə də geyim olar. Kənardan baxanda bütün bədəni görünür. O sexə girəndə heç kim işləyə bilmir. Mənə elə gəlir ki, qadın bədəni həmişə gözəllik nümunəsi olur. Gözəlliyə muzeylərdə baxarlar İvan Petroviç. Burada isə işləmək lazımdır. Ragneta İvanovna, o qadındır. O qadın deyil. Birinci növbədə kollektivin üzvüdür və fabrikin baş rəssamıdır. Əgər o qızın davranışı müzakirə olunsa, bilmirəm onda siz nə deyəcəksiniz? Nə müzakirə, Ragneta İvanovna? Və siz narahat olmursunuz ki, o həm xuliqan, həm möhkəm içən, həm də qadın düşkünüdür. Bağışlayın, arvadı da onu atıb. Mənə elə gəlir ki, sağlam kollektiv bir yaramazın öhdəsindən gələ bilər. Siz müdiriyyətin, yoxsa bütün kollektivin adından xahiş edirsiniz? Hamının adından. Bilirsiniz vəziyyət necədir? Axı ne üçün yaxşı kollektiv bir fırıldaqçıya görə biabır olsun? Özü də fabrikin yubiley ərəfəsində. Nə deyirəm, madam ki, ictimaiyyət xahiş eləyir, xasiyyətnamə gətirmişsiniz? Bəli, buyurun alın. Yoldaşlar, yeri. Sabah. Cavan oğlan deyəsən bəxtin gətirib. Yox, mototsikldə getmərəm. Niçin? Mən xəstə adamam, sətəlcəm olmuşam. Külək dəyəndə əhvalım dəyişir. Onda gedək. Ara.
ki? O sirkəliyir, məndə isə radikulit var. Bilirsən nə var? Lapatko, nə olub? Bu getmək istəmir, yoldaş polkovnik. Nə maşında, nə motosikildə. Deyir, radikuliti var, sətəlcəmi var, nə bilim... Ha, vətəndaş rəis, məndə sətəlcəm də var, radikulit də var. Onda piyada aparın. Necəyəm piyada? Şəhərin o başına. Lapatko, eşitdiniz, nəqliyyatdan istifadə eləməyin, piyada aparın. Yerinə yetirin. Oldu. Yaxşı, ev yoxdur, gedək maşına. Olmaz. Onda motosiklə. Əmri eşitmədin? Andrey Yegoroviç, bayaqdan sizi axtarıram. Mənim sizə bir rəssam kimi fabrikin müdiriyyəti və yerli komitəsi adından tapşırığım var. Bəs Çipolina necə olsun? Çipolina gözləyər. Deməli belə, Salaveçkin karikaturasını çəkirsiniz, altında da yazırsınız Salaveçka ar olsun. Bu birinci. İkincisi, demək... Bəs Çipolina? Dedim ki, Çipolina gözləyər. Bilirsiniz, yoldaşlıq məhkəməsi olacaq. Əyani vəsait lazımdır. Yanımca gəl. Yeri. Yanımca gəl. Yeri. Məndən yanaşı get. Təlimata görə olmaz. Bura bax, sən insansan yoxsa? Bax, elə milisioner olduğuma görə olmaz. Axı niyə hoqqa çıxardırsan? Gəl troleybusa Eşitmədin, oturaq. polkovnik nə dedi? Bura bax, Stıxşına. Sənin vicdanın var. Yoxdur. 3 qəpiyin necə? Nə? Su içmək istəyirsən? İstəyirəm. Onda gedək. Gedək. Tatyana Semyonovna. Tatyana Semyonovna. Bu sizin məhkəmədəki çıxışınızın mətnidir. Bağışlayın, Ragneda Ivanovna. Mən həmişə öz düşündüyümü danışıram. Mənsə sizin nə danışacağınızı qabaqcadan bilməliyəm. Mən özüm də bilmirəm nə danışacağım. O məhkəmənin gedişindən asılı olacaq. Siz benim qayda qanun əleyhinəsiz, özbaşınalıq tərəfdarısınız. Yox, mən qayda tərəfdarıyam. Səmimiliyi də sevirəm. Bilirsiniz mənim əzizim, səmimiliyiniz özünüz üçün qalsın. Taratuta, Bəli. bu mətni oxuyun, məhkəmədəki çıxışınızdır. Siz cəmaat adından çıxış eləyəcəksiniz. Tane, bir bura bax, gör. Taratuta, qaytar ona kağızı. Yaxşı deyir, Tane, inciyər. Bu saat qaytar. Yaxşı. Əgər sən istəmirsənsə mən çıxış eləmərəm. Tanya? Hələ bir mənimlə evlənmək də istəyirsən? Əlbəttə. Heç vaxt. İvan Petroviç, bəs putyovka necə oldu? Putyovka yoxdur. Necə yoxdur? Buna bax, oxşayır ayacılaq. Hə, oxşayır. Axı, Aspanay. boşdur. İvan Petroviç. İvan Petroviç, cəmaat hazırlamışam, başlamaq olar. Başlayaq. Uğur olsun. Cərməliyərəm. Qəddar sana, mənə 3 qəpi borc ver. Bu zəhrimaz. Zaşid. Bax, belə. Axmaq, parazitə bax. Güya bunun üçün fərqi var. Suyu kim içəcək? Qoy yerinə.
Yoldaşlıq məhkəməsinin iclasına başlayırıq. Məhkəmənin sədri Kiçqaylı İvan Petroviçdir, yəni mən. Etirazınız var? Yoxdur. Məhkəmənin üzvləri Stepanida Molçan və Kuzma Xatençik. Xahiş olunur ictimai ittihamçı Zoya Guselnikova və ictimai vəkil Ragneda İvanovna Bojaşutkova öz yerlərini tutsunlar. Şahidlər və zərər çəkənlər buradadır. Siz heç narahat olmayın yoldaşlar. Onu gətirirlər. Xahiş edirəm Salaveçki gətirin. Papağını çıxart. Salam. Çəkil o yana. Bura yox. Ora keçin. Yox, bura da yaxşıdır, hamını görürəm. Keçin, cəmaat gözləyir axı. Bura? Hə, ora. Protokol. Bu il iyulun 30'unda vətəndaş Salaveçi Grigori Ivanoviç sərxoş halda özünüzü müqəssir bilirsinizmi? Əlbəttə. Şalvar almışdım. Onu qeyd eləyirdik. Bir dəqiqə, vəkilin sualı var. Buyurun Ragneda İvanovna. Təşəkkür edirəm. Vətəndaş Salaveçik. Protokolda yazılanların hamısı həqiqətə uyğundurmu? Olub da. Fikirləşin, sonra suala cavab verin. Tələsməyin. Əgər ayıq olsaydım başqa məsələ. Biz sizin səmimi etirafınızı qiymətləndiririk. Ancaq mən yenə də soruşuram, protokolda yazılanların hamısı doğrudurmu? Əlbəttə, məsələ başqa cür olub. Bax, görürsünüz. Axı, belə olmayıb. Başqa cür olub. Demək yoldaş Salaveçik. Siz təsdiq edirsiniz ki, protokolda başınıza gələnlər düzgün əks olunmayıb, eləmi? Ha? Əlbəttə ki, yox. Ağızlarını gələni yazımlar. Mənə quldur eləyiblər bunlar. Sakit, yoldaşlar, yerdən danışmayın. Onda məhkəməyə danışın, Salaveçik. Necə oldu ki, siz başqasının mənzilinə soxuldunuz? Yəqin demək istəyirsiniz ki, siz çaşmısınız. Ha, əlbəttə, evləri ilə tikirlər ki, bir-birinə oxşayır. İçən kimi adam çaş-baş qalır. Demək başqasının evini səhvən özünüzünki bilmişsiniz. Ha, əlbəttə. Qalxıram birinci mərtəbəyə, görürəm, düz mənim evimə oxşayır, girirəm.
başladı qışqırmağa, həbsxana və milislə hədələməyə, belə oldu ya yox. Vətəndaş hakimlər, məsələ başqa cürmüş. Demək Salaveçkin heç bir günahı yoxmuş. O qoca böhtançını mühakimə etmək lazım. Sakit Bax belə. Sakit olun. Sakit. Yoldaş Segerzitski. Buyurun. Bağışlayın, Segerzitski mənəm. Bəs ziyan çəkən Mikhail Ota hardadır? Xəstəxanada. O sizin nəyinizdir? Yeznə. Yezna. Doğrudur. Beyni silkələnib, onurğa sütunu sınıb. Aha. Belə çox yaxşı. Siz bizə nə deyə bilərsiniz? İcazənizlə izah edeyim. Bir dəqiqə vətəndaş Sekerzitski, siz Salaveçkə hədə qorxu gəldiyinizi boynunuza alırsınız. Axı, bağışlayın. Bizi azdırmayın vətəndaş Sekerzitski. Suala düzgün cavab verin, hədələmisiniz, ya yox? Bağışlayın, o mənim mənzilimə soxulmuşdu axı. Siz Salaveçk içəri girən zaman onu təhqir eləmisiniz? Bilirsiniz, bağışlayın, yadımda deyil. Bilirsiniz, onda mən bir qədər həyəcanlı idim, ona görə də bəlkə ola bilsin, biraz artıq əksik danışmışam. Qrişə, yadında da o səni hansı sözlərlə təhqir elədi? Evet Elmer. Dedi davakar, xuligan, qanmaz. Öldürürlər. Adlarında ziyalı qoyublar. Salaveçkin günahı yoxdur. Onun özünü mühakimə etmək lazımdır. Ağırlarına gəl, qamçılarını gəl. Yoldaş Segerzitski. Əyləşə bilərsiniz. Minnətdaram. Heç nə anlamadım. Sakit olun yoldaşlar. Məhkəmə davam edir. Həmin gün vətəndaş Salaveçki Grigori Ivanoviç. Yoldaş Majeyka. Xahiş edirəm. Şahid Majeyka. Protokola nə əlavə edə bilərsiniz? Protokolda yazılanlara mənim heç bir əlavəm yoxdur. Orada hər şey aydın və doğru yazılıb. Təbii ki, Türk değildi. Nə eləyirdiniz çimərlikdə? Qəribə sualdı. Özümü günə verir. Одета. Ну, разумеется, не лыжный костюм. Söz deyirəm. Onu vurdum. Niyə? Ona görə ki, qabağımda dingil deyirdi. Yadımda deyil. Qrişə, danış görək necə olub? Saat aşara. Demək, çimərlikdə uzanmışdım. İstəyirdim çimim, sərinlənim, amma bərk fikrə yetmişdim. Birdən, gözlərimi açanda, aman Allah, bu nədir? Bu mənim üstümə gəlir. Özdə, lüt.
Necə? Lüt? Əlbəttə, tamam lüt yox. Bikini, belə balaca bir tuman, üstümə gəlir. Soruşan gerek. Eğer düz adamsansa ve senin pis niyetin yoksa... Зачем в общественном месте одевать такой недомерок? И потом, товарищи, мужчины, женщины лежат rядом, голые. Niye içtimai yerde kısa tuman giyirsen, sonra yoldaşlar... Bura baxın. Mən sizin təqqir dolu cəfəngiyatınızı eşitməyi belə istəmirəm. Salaveçka fikrinə mən şərikəm. Sizə çox sərbəstlik veriblər. Midi, maxi, mini, bikini. Bilirsiniz bunların mənası nədir? Elə sizin kimilər? Başqalarının ərini yoldan çıxardırlar və ailələrini dağıdırlar. Bu laf ağ oldu. Əlvida, vətəndaş hakimlər. Salaveçik. Salaveçik. Bu nedir? Səmimi etirafdır. Kimi? Sizin. Yoldaşlar, çıxış eləmək istəyən yoxdur ki. Yoldaş Taratuta, deyəsən siz kollektiv adından çıxış eləmək istəyirsiniz. Cəsarətli olun. Hə. Yox, biz istəmirik. Yox, mən istəmirəm. Yoldaş Salaveçik, son söz sizə verilir. Danışmaq istəyirsiniz? Mən? Bəli, siz. Əlbəttə. Əziz iş yoldaşlar, belə gülünç vəziyyətə düşmək mənə son dərəcə ağır gəlir, çox ağır. Ancaq öz əməllərimə cavab verməliyəm. Mənim əməllərim olduqca pis əməllərdir. Açıq desək, Sovet adamı, gələcəyin qurucusunu rüsvay eləyən əməllərdir. Onlara qarşı... İndiferent. Ha, bax belə. İndifferent. Belə yaramaz. Bu kollektivimizdə arxayınçılıq əmələ gətirə bilər. Biz buna yol verə bilmərik. Əlamətlər yubileyi qarşısında biz tam cəsarətlə xuliqanlara və içki düşkünlərinə deməliyik. Bəsdir, qoymarıq, yol vermərik. Не допустим. Но давайте, товарищи, внимательно посмотрим. А кто он такой? Salaveçik. Kimdi o? İslah edilmez cinayetkardı. Yoksa o kadar da pis adam değil. Səndən nə cinayətkar? Sən ki özümüzünkisən. Benim atam şanlı fəhlə sinifinin nümayəndəsi. Anam da fəhlədir. Özüm isə
Həmkarlar İttifaqının həm qırmızı xaç həm də para cəmiyyətində yaşıyor. Siz dərəcədə xoşbəxtəm ki, gözəl yoldaşlarım var. Məsələn, onlardan... Tоварищ Кичкайло. Yoldaş Puselnikova. Yoldaş... Taratuta. Taratuta. Aferin Taratuta. Daha kim edeyim? Yoldaş Bajashutkova. Kağıtda bu yazılmıyor. Bunlar əsl insanlardır. Mən xəcalət çəkirəm ki, öz davranışımla bu gözəl insanlara layiq olmamışam. Bütün kollektivə ləkə gətirmişəm. Yaxşı iş görməmişəm. Yoldaşlar, mən hər şeyi başa düşmüşəm və dərk eləmişəm. Baş vermiş hadisə ömrüm boyu mənim üçün ibrət dərsi olacaq. Xahiş edirəm. К самому тяжелому наказанию. Словно. Yoldaşlar, bizim gözəl cəmiyyətimizdə humanist qanun var. Hamı biri, biri hamı için. İnsan insana dost, yoldaş və qardaşdır. Yəni siz dostunuzdan, yoldaşınızdan kömək əlini əsirgəyəcəksiniz. Əsirgəmərik Krişa, hökmə kömək eləyərik, hökməm. Elədirmi yoldaşlar? Siz məni zaminə götürün, səhv eləməzsiniz. Sizə minnətdarım. Oxuyun hökmü İvan Petroviç. Kim? Протокол. Суд, совещаясь на месте. Qərar alır. Birinci, yoldaş Salaveçkin nəzərinə çatdırılsın ki, o özünü ictimai yerlərdə nalayiq aparmışdır. Məhkəmə bu cəza ilə kifayətlənir ona görə ki, Ona göre ki səhvini səmimi etiraf etmiştir. Düzdür. Çünkü səhvini səmimi etiraf etmiştir. İkinci, kollektiv onun tərbiyəsini tam məsuliyyətiyle öz öhdəsinə götürməyi lazım bilir. Vəssalam. Mən qəti etiraz eləyirəm. Salaveçka verdiğiniz amnistiya cinayətdir. Tatyana Semyonovna, niye belə danışırsınız, hə? Татьяна Семеновна, зачем вы так? O ki yaxşı oğlandı, səhvini boynuna aldı. Yaxşı oğlan değil. O Troya atıdı. Eşdiz? Eşdiz? O fəhlə sınıfının nümayəndəsinə heyvan deyir. Xahiş edirəm bunu protokola yazın. Görürsünüz, Tatyana Semyonovna. Xalq sizə tərəfdar deyil, əleyhinəcədir. Xalq bulardı. Bunlar onun içki yoldaşlarıdır. Yoldaşlar, bununla məhkəmə vardır. Məhkəmə qutarır. Tanya. Tanya. Maymaq? Yaxşı, ona hələ baxarıq.
Salam. Salam. Bu yerli komitədən. Qəsi nədir? Ha, bu... Qəlyan altıdır. Bu isə şəxsən məndən. Какая квартира? Моя. 11. Seni səhv salmışam, bu sizin üçün deyil. Milis! Tutun cinayetkarı! Tutun onu! Dürüyün açılar! Ayharan! Öldürdüler! Ustalıqla çəkmisən. Əsl rəssam kimin? İstedadsan. Ya, yaxşıdır, ağ eləm. İnsut bitirmişəm. Otur. Oho. Güllə deyil. Boş şeydir. Görürəm ki, yaxşı oğlansan. Elədir. Heyf. Nə heyf? Heyf ki, sənə cəmsi 15 sutka veriblər. Niyə ki? Ona görə ki, qırmızı gülşə düzəltməliyik bu bir, rayon vitrini hazırlamalıyıq bu da iki. Ancaq nədənsə rəssamlar bura düşmürlər. Hə? Hə. Eğer sen burada asılan plakatları görseydin... ya, əvvəli yox idi. Şəxsən mən üçün. Mən üçün asıblar, bəli. Burada bir plakat var. Alkogol. Şəxsiyyətin düşmənidir. Belə şey okuyandan sonra nəinki içmək, yaşamaq... Жить неохота. Да нет, ну что ты, куда они денутся? Ну kуда денутся? Eləmək istəyirlər, hə? Amma bu çox müşkül məsələdir. Bağışla Kola, sonra danışarıq. Ekskursiyaya gelen var. İstəmirsən. Goodbye. Niye işləmirsiniz? Bəyəm siz direktorsuz. Mən nahar fasiləsindəyim. Fasilə yarım saatdə qutarıb. Bu mənim şəxsi fasiləmdir. Özüm bilərəm. Hı? Ehtiyatlı ol, yıkılma. Что ли? О, смотри, как красиво. Аккуратнее, не упади, смотри. Bax, belə yaxşı olar. Bunu saxla görüm. Yenirsən. Kimə qaldırırsan? Sənin başqa oyun açırım, xəmir kimi, gündə kimi yoğururum səni. Mənə heç nə eləməzlər, çünki mən zəhmətkeşəm. Mən maddi nemətlər istehsalçısıyam. Rədd ol buradan. Zəhmətkeşə bax. Plakat öz yerinə as, qaraciyərinin üstünə. Məni öz iş yerimdə silləliyirsən. Bunu belə qoymaram, keçərsən əlimə. Достану! Kim? Demək belə. Ne bak? Yok canım, hazırdır. Ne danışırsınız? Şadam, çok şadam. Ha? Sağ olun belə bir hoş habere göre İvan İvaniç. Şadam, oldukça. Yakov Fomiç, Ha. Nazır ne dedi size? Onu dedi ki, 3 gündən sonra bize büyük bir komissiya gelir. Nazirlikten bir de Həmkarlar İttifaqından. Ne məqsədlə?
məqsədlə. Yoxlamaq məqsədilə. İndi biz nəyə layiqıq mənim mavinim? Təntənəli yubiley keçirməyə, yoxsa ağzınıza su alıb oturmağa? Arzuladığımız mı? Polis. Heç nəyin üstündə fəhləni zəhmətkeşi basıb döyürlər. Özdə yubiley qabağı. Bir dəqiqə Salaveyçik, kim döyüb, kimi döyüb? Məni döyüblər, məni! Başı Həssam, yoldaş Drost, məni döydü. Nəyə görə? Heç özümü də bilmirəm nəyə görə. Heç nəyə görə, keyfi belə istədim. Mən istəyirdim ona adam kimi qayğıkeşlik, nəzakət göstərim və salam. O isə ilişdirdi sifətimi. Özdə yubiley qabağı. İndi bizdən nə istəyirsən? Sizdən nə istəyirəm? Mühakimə eləmək lazımdır. Yoldaşlıq məhkəməsində mənim kimi. Qoy ictimaiyyət bilsin o necə adamdır. Hansı yuvanın quşudur bu Drost? İlahi, belə də iş olar. Mən indi bu saat ruhən elə vəziyyətdəyəm ki, nə məhsulun miqdarına, nə də keyfiyyətinə cavabdeh ola bilmərəm. Mənə baxın Salaveyçik, bu saat sizinlə məşğul ola bilməyəcək. Bizə böyük komissiya gəlir, həm... Görək, ne üçün o məni əzişdirib? Хорошо. Вот комиссия пускай разберется, на каком основании она меня избила. Başa düşün Salaveyçik, bizdə bu məsələlərlə yerli komitə məşğul olur, yoldaş Kiçqayla, o bu saat otağındadır. Buyurun keçin yanına və o sizin məsələnizi həll eləyər. O öz yerində. Ancaq komissiya şikayət edəcəm, qəzetədə yazacağım. İşə baxa, yubiley qabağı fəhləri döyülür. Hörmətli Rəqniyədə İvanovna eşitdiniz daha o nə dedi? Birdən Allah eləməmiş komissiyanın gözünə dəysə necə olar? Neçə gündən sonra gəlir komissiya? Tutaq ki, 3 gündən sonra bunun nə əhəmiyyəti var? Çox əhəmiyyəti var. İvan Petroviç, siz özünüz bilirsiniz ki, bu saat bizim üçün ən əsas məsələ həmkarlar ittifaqından. Evet. Sizdə yanan putovka var? Bu saat məndə heç cürəsi yoxdur. Tapmaq lazımdır. Hara? Soçiyə. Есть горящий путек? Сегодня у меня никакой нет. Надо достать. Куда? Сочи. Ne danışırsınız Rəqniyyədə İvanova? Bu mümkün deyil. Avqust ayında Soçiyə getmək, aya getmək kimi bir şeydir. İvan Petroviç, eğer desem ki fabrikamızın yubileyinin keçirilməsi məsələsi bundan asılıdır, onda nə deyirsiniz? Axı bunun pis nəticələri ola bilər. Məni başa düşürsünüz? Ayın neçəsinə? Sabah. Zarafat eləməyin, Rəqniyyədə İvanova. İvan Petroviç, zarafat vaxtı deyil, məsələ daha ciddidir. Fabrikamızın adı alması bu saat sizdən asıldı, aydındır. Siz putovkanı mütləq tapmalısınız. Kimə çür? Benim öyle işler sana yazacak. İşe bak ha. Babacığım yaşlı renkli. Biz onu yerli komitədən keçiririk və salam, belə yoldaşlar. Deməli belə, yerli komitənin Ancaq öz aramızda. sürə əksər üzvləri bura toplaşıb, demək olar ki, indi bütün əsas məsələləri həll edə bilərik. Vəziyyət sizə məlumdur. Kollektivimizin üzvü Grigori Salaveyçik gərək Soçiyə getsin. Özü də putovka ilə bu putovkanı tapmaq üçün böyük qəhrəmanlıq göstərdi bu putovkanı. Sən İvan Petroviç. Qaldı ikinci və ən əsas məsələ. Salaveyçik əlbəttə bu hadisəni qeyd eləmək istəyəcək. Biz Şıbqop o hiss eləsin ki, ətraflışı və mehriban adamlar var. Чертиков и никуда не поедет. Мы же этого не можем допустить. Значит, мы должны окружить его лаской, теплом, заботой до самого отъезда, чтобы он почувствовал, что есть какие-то вокруг хорошие и добрые люди. Bağışlayın, biz ona elə belə yola salacağıq, ya yüngülvari bir məclis olacaq. Yox, niyə ki? Stol əlbəttə olacaq. Əvvəla biz həll eləməliyik, onun evinə kimlər getsin? Bəlkə Zoya sən? Yox, bir. Sonra desinlər ki, mən subay kişinin evinə gedib gəlirəm. Subay niyə olur? Odul kişidir. Aha, mənim üçün bu lap pis. Bir də sən tək getməyəcəksən. Gülməli nə var ki? Mən gedəcəm. Stepanida, Kiçqayla, hamımız gedəcəyik.
Sonra yoldaşlar başa düşün, biz bu işi necə deyərlər axıracan görməliyik. Onda siz görərsiniz ki... Sanna, mən sizi dərindən başa düşmədim. Hansı tuz? Kozır tuz, o vaxt ki bizə ad verilib verilməməsi məsələsi həll olunacaq. Onda biz Salaveçiki çıxararıq meydana. Və deyərik, budur, baxın, görün, yaxşı və mehliban kollektiv büdriyən bir adamı necə düz yola gətirib. Человек. Ancaq Ragneda Ivanna, adama ağı gəlir. Bilirəm, o ziyalı qızdır, mədənidir. Bəs niyə birdən-birə mənə sillələdi? Bağışlayın, kobudluq elədi. Heç kim ona haqq qazandırmır, deyirəm, heç kim onu təmizə çıxarmır. Elə deyil, Kuzma? Əlbəttə düzü, Petroviç, heç kim. Mən açaram. Kuzma, Hə? bunu vur. Ragneda Ivanna, nə qədər içim onun əvəzinə? Daha yetmir axı. Petroviç. Ragnedacan, mən yalnız şampan içirəm. Ах! Ой, Раgneda Ивановна, самое главное закусить. Əsas yemək. Tanış edin, buyurun üçün, tanış olun. Sağlığı dostlarımdır. Kolya yeməkxanada işləyir, Nikolay isə üzbəyə çağır dükanında. Lap yaxşı, xahiş edirik. Üzbəzdəki. Lap yaxşı yapla. Buyurun, xahiş edirik. Keçin, gəlin buna, xahiş edirik. Sağ olun. Çox şadıq, çox şadıq. Əyləşin, xahiş edirik. Tanış olaq, İvan Petroviç. Əyləşin, xahiş edirik. Deməli, siz yeməkxanadansınız, siz də üzbəzdəki dükandan. Bir sən gəl gətir. Yoğum gətirirəm, yürürəm, bu saat. Lap yaxşı. Şampan buyurun. Sen içən deyilik. Çox təəssüf. Çox təəssüf ki, içən deyilsiniz. Grişa harada qaldı? Yaxşı, yoldaşlar, gəlin belə bir şey eləyək. Bir badələ şampan içək. Ragneda Ivanna. Tardı məclisidir. Oldu, hər şey bitir. Oldu. Grişa. Grigori Ivanoviç, tələs qatara gecikərsən. Grişa. Mən heç yana getmirəm. Necə yana heç yana getmirəm? Grişa, bəs Soçi? Grişa, axı sənin əlində nədir o? Pulsuz putyovkan var. Sən qatara geçirsən, pulsuz biletin var. Soçiyə getməlisən. Grişa. 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 Grişinka, xahiş edirəm, azacıq da olsa mənə bir fikir ver. Düz deyir, Grişa. Grişa, mənə mi? Gəl fikir. Oy. Vay dədə. Zoya, bir striptiz ha? Necə yəni striptiz? Salaveçik, ağlın başındadır. Ümumiyyətlə, sən nə danışırsan? Oldu striptiz. Mən bu saat Ragneda Ivanna. Adı striptiz. Axı niyə Ragneda Ivanna xoşunuza gəlmir striptiz? Grişa, de bəs. Mənimdir, nə istəyirəm eləyirəm. Zoya, striptiz. Kuzma. Pulu verim də. Qardaşım, dost. Сказал, пора на вокзал. Котя, хочу стриптиз. Sevgi haqqında istəyirsiniz? Baş üstə şeirə qulaq asın. Mavi yanğın çırpındı, doğma səhralar unuduldu. İlk dəfə mən sevgi haqqda oxuyuram. İlk dəfə mən şuluqluq salıram. Şəxsən mən seks tərəfdarıyam. Mən heç yana getməyəcəm. Mən baxımsız bağ olmuşam. Qadın yanında üzü ağ olmuşam. Amma indi... Sevgi gərək sekslə olsun. Sekslə? Sekslə. Mən seks bilmirəm. Kiçkayla. 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 İvan Petroviç. Anadan Qaraçı doğulmuşam. Yanım, neyisi? Çöllü biyabanda çok erken kanır. Rastları çok tez uyanır. Salaveçik, hoppa! O kara gözleri, o yanarı gözleri, etkin atılı gözleri, helalatını gözler. Necə sevirəm, necə qorxuram sizdən Grişa. Gedirəm, gedirəm, Grişa, gedirəm. Sen gedirsən, Amma bu droz məsələsini belə qoymayacağım, ha? Eşitmirsən Grişa, necə oxuyurlar qara toyuqlar, ha? O qara toyuqlar yox, abilə. Əlvida, mən gedirəm, əlvida. Bir yerdə oxuyun, bir yerdə. Başladık, oxuyaq, oxuduq. Mən gedirəm, əlvida.
Belə işlər. Deməli bu sənin yerində, hə? Mənimdir. Mən burada yataram da. Ne üçün? Yuxarıdan yıxılıram. Yaxşı, yaxşı da. Kimdə? Qələyan altı eləyək. İstəyirsən eləyək də. Deyirsən Soçiyə gedirsən, cənub günəşində qaralmağa. Putyovka ilə, yoxsa elə belə? Elə belə niyə? Putyovka ilə, pulsuz. Görünür iş yerində böyük hörmətin var. Gör nə qədər adam səni yola salır. Sevirlər. Məni də sevirlər. Şimaldanam. Brigadiyam. 2 ildir orada neft axtarır. Ne oldu, tapdınız? Tapdıq. Mən də tapdım. Mənə də Putyovkanı pulsuz veriblər. Kruiz, Aralıq dənizi ilə. İtaliya, Mərakeş, Əlcəzair. İtaliya deyirsən? İtaliya. Məni aldadıblar. Накололи. Keşkaylanı görməmsən? Sen ki Soçi'ye gitmiştin. Dün seni yola salmadı. Soçi gözləyər. Keşkaylanı görməmsən? Bəsdir, qurtardı. Daha mən onların dalınca qaçan deyiləm. Bundan sonra qoyurlar mənim dalınca qaçsınlar. Goodbye. Salam İvan Petroviç. Hoş gördük. Sizi çoxdan gözləyirik İvan Petroviç. Sizdən şikayət var İvan Petroviç. Şikayet. İmzasızdır. Yox, imzalıdır. Salaveyçi. Özüdür ki var Salaveyç. Ad vermədiyimizə görə ixtiraçı adı. Xaricə getmək üçün xasiyyətnamə vermədiyimizə görə məlumdur. İvan Petroviç, əlbəttə biz sizə inanırıq. Ancaq yaxşı olar ki siz izahat yazasınız. Yazılıb çoxdan. Qalıb bircə tarixini qoymaq. Ərizədə yazılan ki, gələcəkdə yazılacaq fakslar əsasında. Qabağı
görmək lazımdır. Mən bunu öz aramızda deyirəm. Перспективу. Это между нами. Görürsünüz Ragnedə İvanovna, əgər istəsək eləyərik, ha? Eləyərik. Ancaq kütləvi istehsala başlamaq üçün gərək konveyeri dayandıraq. Dəzgahları yenidən quraq. Xüsusi texnoloji parametrlər hazırlayaq. Belə olduqda plandan nə söhbət ola bilər yoldaşlar? Biz planı nəinki bir aya, bir kvartala da, bir ilə də doldura bilmərik. Özü də yubiley ərəfəsində. Yoldaşlar, xahiş eləyirəm məni. Что случилось? Göndərin həbsxanaya. Nə olub ki? Mən xahiş eləyirəm. Məni həbsə alın. Mən sizdən tələb eləyirəm, məni həbsə alın. Nə olub axı? Nə pis iş görmüsən? Yox, mən yox, Salaveçik. O nəinki məni, o bütün fabrika alt üst edib. Yoldaşlar, mən ruhi xəstəliyə sunmuşam, mən gic olmuşam, mən. Sakit olun, həyəcanlanmayın. Həyəcanlanmayın? Həyəcanlanmayın. Necə həyəcanlanmayın? Təzə dəzgah verdik. Ona 3 dəfə ixtiraçılıq təklifinə görə mükafat yazdıq. Onun təklifləri isə puh! Ona avqust ayında Soçiyə müftə pucovka verdik. İstehsalat qabaqcılığı kimi verdik, vermədik. Onu boksçu, şülküd eləmişdi arvadının üstündə. Biz isə ona sığorta pulu verdik. Güya pilləkandan yıxılıb, bədbax hadisə olub. İstehsalatda xətər alıb. Bəs indi nə tələb eləyir? Boş şey. Boş şey. Xasiyyətnamə istəyir. Onun bir töhmət var, amma lazımdır. 3'ü olsun. Qanun maddələri onun xeyrinə. Siz də elə bir qanun tapın ki, bizim xeyrimizə olsun. Axı biz xarici turist səfərinə getmək üçün özü də xarici onu zaminə götürmüşük. Tərbiyəsini boynumuza çəkmişik. İndi biz onu işdən necə qova bilərik? Özü də ki, yubiley ərəfəsində. Sonra siz məni bağlı etmək istəyir İtaliyaya. Geriç olmasa Skandinav ölkələrində. Onu işdən qovmaq lazımdır. Yox, qovmaq olmaz. Yakub Famiç, məhkəmə onu bərpa eləyəşdiyin, mən daha dözə bilmirəm, mənim balalarım var. Balaların nə dəxli? Necə nə dəxli var? Çünki bir şey olan kimi dərhal yazır qəzetə, xalq nəzarətinə. Özdə bu yoxlamalar inanın məni daha əldən salır. Yaxşı. Çağırın onu mənim yanıma. Çağırın dedim. Oldu. Yaxşı, mən sonra gələm. Sonra. Bəs siz niyə dinmirsiniz? Hanı sizin natiqliyiniz? Yadınızdadır mən necə dilə tuturdunuz? Axı mən nə deyə bilərəm, Yakub Famiç, əzizim. Məyər mən təkcə özümü düşünürdüm. Kollektivlə fabrik barədə düşünürdüm. Deyirdim, bəlkə onu adam elədik. Elədik. Adam elədik. Salam. Salam, Ragneda İvanna. Salam. Salam. Yoldaş Salaveçik, yenə bizdən narazısınız. Deyin görək, nədən şikayət edirsiniz? Mən şikayət eləmirəm. Mən tənqid eləyirəm. Bunlar isə bambaşqa şeylərdir. Bax, bu xadim fəhlə sinifini sıxışdırır. Heç cür imkan vermir. Axı bu heç də belə deyil. Sığorta pulu da. Sığorta pulu da. И страховками. И страховками. Onda bəs niyə mənə xaricə getmək üçün xasiyyətnamə vermirlər? Oturam bəy, ha? Bilirsinizmi Grigori? İvaniç. Bilirsinizmi Grigori İvaniç? Biz sizə xaricə getmək üçün müsbət xasiyyətnamə verə bilmərik. Səbəbini bilmək olar? Əgər açıq danışsaq, sizə etibarımız yoxdur. Əxlaqi cəhətdən bizə xoş gəlmirsiniz. Bəli. Demək, əxlaqi cəhətdən. Mən bu saat sənədlərlə sübut eləyərəm ki, sizin dedikləriniz bağışda incə fəngiyyətdir. Bu da, məndə sizin biliş şöbəsinə verdiyiniz xasiyyətnamənin surəti var. Əxlaqi cəhətdən möhkəmdir, intizamlıdır. Öz üzərində çalışır, ümum təhsil və mədəni səviyyəsini artırır. Demək, artırmağa nəsə var. Burada mühür
Və sizin imzalarınız var Ragneda Ivanovna və İvan Petroviç. Yaxşı bilirsiniz ki, belə xasiyyətnaməni ləyaqətsiz adama verməzlər. Знаете, что такую характеристику человеку недостойному не дадут? Biz həmin xasiyyətnaməni vermişdik ki, sizi həbsxanadan qutaraq. Bəli, bəli. Sən sus, Kiçkayla. Bizdə dediklərin yadından çıxır, çıxışının mətnini özümdə saxlamışam. Buyurun, baxın. Bax, barbatlar barədadır. Burada isə tərifləyir. Bu ne? Grisha Salaveçik. Yaxşı istehsalatçıdır, yaxşı yoldaşdır, istedadlı adamdır. Öz xəttini tanıyırsın. O da ki, zəhmətkeş adamı incitməyin. Məsləhət görmürəm. Gəlin vidalaşaq. Hazırlayın sənədləri, xasiyyətnaməni də. Deyirəm bir Avropaya baş çəkim, ha? Goodbye. Goodbye deyirəm. Başa düşdüm. Bir də ki... Bu barədə sonra. I love you. Zamanı siz ona Troya dayçası demişsiniz. Bağışlayın, orada dəqiq yazılmayıb. Mən ona Troya dayçası yox, Troya atı demişəm. Ona Troya dayçası yox, Troya atı demişim. Bağışlayın, Varvara Trofimonovna, siz doğrudan da müdafiə eləmək istəyirsiniz bu Troya dayçasını? Əzizim, əgər birisini əzişdiriblərsə, məsələni ayırt etmək lazımdır. Hə, yaxşı, yazın. Mən, Tatyana Drozd, vətəndaş Salaveçkin o çirkin sifətinə 5 sillə vurmuşam. Qadına hürmətsizlik elədiyinə görə, qadınlıq şərəfini təhqir elədiyinə görə. Əgər belə bir hadisə yenə təkrar olunsa, əlimə nə keçsə çırpacağım başına. Güman eləmək olmaz ki, o zaman ölüm də olmayacaq. Mən qurtarım. Не произойдет убийство. До свидания. О, постойте! Постойте, куда же вы? Doğrudur mu siz orada stolun altına yıkılmışsınız? Mən? Hə. Bağışlayın. Belə şey olmayıb. Belə dayanın. Bəs nə olub orada? Neyse sekslə əlaqədar bir iş olub. Siz hətta şeir də demişsiniz deyəsən. Seks olmayıb. Heç bir seks olmayıb. Şeirsə oxumuşam. Məhəbbət haqqında, Yeseninlə. Baxın bu şeiri mavi... Mavi yanğın çırpındı, doğma səhralar unuduldu. Seks isə olmayıb. Oradan mı siz orada qaraçı oyunu göstərmişsiniz? Hə, qaraçı oyunu göstərmişəm. Özü də Lələ Çornunu yamsılamışsınız. Yox, mən özümü yamsılamışam. Yaxşı, bəs qaraçı qız paltarını niyə giymişdiniz? Nə bilim niyə? Zarafat eləyirdim. Əcəb zarafat imiş. Əcəb zarafat imiş. Buna bax, zarafat eləyib. Axı, nə məqsədlə? Məqsədsiz. Elə belə. Elə belə. Həmkarlar təşkilatının Məsxəriyə qoymamışam, özü də qaraçılara hörmətim var. Orada nə oyundan çıxdığınızı görmək istərdim. Buyurun. Вы ее изображали. Şaballah! O kara gözler, o yanar gözler, hararetli gözler, o kaşay gözler.
necə də sevirəm sizi, necə də sizdən qorxuram. Deməli mən biz vaxtda gördüm. Görün ne yere çattırmışsınız Yakıb Amiç. Ya siz özünüz görürsünüz ki, mənzilləri növbəyə əsasən verirəm, maşına saxlamıram. O bundan sonraki ərzələrin birində sizə yazsa ki, mən girmiş fırıldaqçıyam, onda siz yenə gedəcəksiniz. Иисус Христос, так вы опять приедете. Yok, gelmeyeceğim Yakıb Amiç. Gelmeyeceğim. Bağışlayın Yakıb Amiç, bugün sizin vaxtınızı çox aldım. Mən istəyirəm məsələyə bugün son qoyaq, bir dəfəlik qurtarsın, getsin. Yoxsa Salaveçik kimilər hamımızın boynuna minir. Deyirəm Yakıb Amiç. Yakıb Amiç. Məfsənəsidir. Mən qaraçıları məsxərəyə qoymamışam. Я не делал карикатур на цыган. Siz hansı təşkilatdansınız? Mən ruhi xəstəlik həkimiyəm. O qara gözlər, o yanar gözlər, hərarətli gözlər, o qəşəng gözlər, necə də sevirəm sizi, necə də sizdən qorxuram. Deməli mən biz vaxtda gördüm sizi. O qara gözlər, o yanar gözlər, hərarətli gözlər, o qəşəng gözlər, necə də sevirəm sizi, necə də sizdən qorxuram. Deməli pis vaxtı. İndi bildiniz. Bildiniz. Bileyim. Привлечь внимание общественности. Yalvarıram sizə. Heç olmasa bir həftə məni burada saxlayın. Qoy elə bilsinlər mən dəli olmuşam. Bu nəyinizə lazımdır? Əgər bu həftə ərzində Salaveçik öldürən olmazsa, onda özüm öldürəcəm onu. Qoy bizim fabrik cəhənnəmə vasil olsun. Sizi bir dəqiqə də burada saxlamayacağım. Yox, haqqınız yoxdur. Haqqınız yoxdur, çünki mən dəli olmuşam, mən dəliyəm, mən burada qalmalıyam, dəliyəm mən. Mən dəli olmuşam, dəliyəm mən. İnfarkt vurun. Təcili yardım çağırdığınız üçün cərimə də verməlisiniz. Bax, bunu eləməyəcəyəm. Bilməmişdim. Cəriməni direktor verər. O verə bilməyəcək. Reisimizə salamlar. Çağırmışsınız məni? Çağırmışam. Eybi yoxdur, verər. Direktor verə anadadır. Keçin, əyləşin. Niyə çağırmışsınız? Ne için? Belki işten çıkarmak istiyorsunuz. Eləyə bilməyəcəksiniz yoldaş reis. Bir də nəzər alın ki, bütün
əmək qanunlarını mən əzbərdən bilirəm. Sonra oradan cəza verməzlər. Bilirsiniz tənqidi bu olmağa görə adama neynirlər? Sizin üçün milli şöbəsinə verilən xasiyyətnamə dünənki ümumi iclasda etibarsız hesab edilib. Bugün isə sizin təkrar məhkəməniz olacaq. Buna nə deyərlər? Görə ki, sizin kimlər gəlib fəhlə sinifini lağa qoysun, olmayacaq yoldaş direktor. Издевались над рабочим классом? Нет, не выйдет, товарищ директор. Nə inqilabın, nə də fəhlə sinfinin. Sizin kimilərə heç bir dəxli yoxdur. Siz pozğunsuz. Bunu başa düşəcəksiniz məhkəmədə. Yaxşı. Tutalım damladılar məni. Tutalım. Deyək ki, mənə ən çox 2 il iş verdilər. 1 ildən sonra bıraxacaqlar amnistiya ilə. Nümunəli davranışıma görə. O zaman sizi məcbur eləyəcəklər. Məni işlə təmin eləyəsiz. Zərər çəkdiyimə görə. Buna görə də gəlin xoşluqla danışaq. Ərzə yazın. Xahiş eləyim. Siz də məni bıraxın. Vəssalam. Siz məni tanımırsınız, mən də sizi. Vəssalam. Oldu? Yok. Yox. Yaxşı, onda azad eləməyin. İxtisara salın. Yox, Salaveçik. Baş tutmaz. Baş tutmaz. Sonra siz peşman olacaqsınız. Siz hələ Salaveçik tanımırsınız. Gedək. Əziz yoldaşlar, inanın belə rüsvayçı yerdə dayanmaq mənim üçün çox ağırdır. Çox ağırdır. Ama lazım. Gəlin yoldaşlar, bax. Görək kimdir bu? Salaveçik. Kimdir? Salaveçik. Doğrudan mı siz öz kömək əlinizi dostunuzdan, yoldaşınızdan, qardaşınızdan əsirgəyəcəksiniz?